çalxalanacaq, şəxsiyyətsizlər içindən atacaq, şəxsiyyətləri cəlb edəcək. Bu mütləq olacaq, mütləq. Elə ki, şəxsiyyətsizləri atdı, çıxartdı içindən, qalacaq şəxsiyyətlilər və kənarda qalan dinsiz şəxsiyyətli adamlar, amma dinlər yox. Bunlar mütləq gələcəklər, bunlar dini qəbul edəcəklər. Din güclü adamların əyninə biçilir. Din qüdrətli adamların əyninə biçilir. Heyfdir güclü adamlar dindən uzaq qalsın. Çünki güclü adamlar dinə gəlsələr möcüzələr yaradır, zirvələrə qalxır. Elə məqamları fəth edir ki, heç kəsin heç belə deyim, oranın iyini qoxusunu hiss eləmir. Güclü adamı gətir dinə, bilsin ki, anladasan ki, güclə din tam mütənasibdir. Göstər, gör neyini.